Bugün iki üsulla üzüm yarpağını qış üçün hazırlayırıq. Üzüm yarpaqlarının əsl vaxtıdır. Nə çox körpə, nə də qalın yarpaqlar seçilmir. Uyğun yarpaqlar yığılır. Sonra yarpaqlar dəstə halında ayrılır. Biz iki üsulla, yəni biri tam quru formada, digəri isə üzərinə qaynar su əlavə edərək bu cür saxlama qaydasını göstəririk. Bunu belə də etmək olur. Qazana qaynar su əlavə edirik. Qazandakı su odun üzərində qaynaya-qaynaya dəst-dəst yarpaqları suya əlavə edirik. Bir neçə saniyədən sonra yenidən götürüb bankaya yerləşdiririk. Bir də belə bu şəkildə qazana dəst-dəst yarpaqları yerləşdiririk. Üzərinə qaynar su əlavə edirik. Sonra üzərinə bir boşqab və yaxud qapaq yerləşdiririk ki, bütün yarpaqlar su ilə əhatə olunsun. Burada ağ şanı üzümünün yarpağını mən sizə göstərmək istəyirəm. Mən özüm də bu yaxınlarda bunu öyrəndim, əvvəllər bilmirdim. Ağ şanı üzümün yarpağıdır. Deməli, ağ şanı da baş tərəfdə, saplaq tərəfdə yarpağın hissələri bir-birinin üzərinə oturur. Digər üzümlərdə isə bura kişmiş də var, digər növ üzümlərin yarpaqları da var. Amma ağ şanının yarpağı saplaq tərəf bütöv olur. Sanki bir qədər bir-birinin üzərində oturur. Bu ağ şandır. Siz də bazardan ağ şanı almaq istəyirsinizsə, yarpağı tanımalısınız. İndi quru formada yarpaqların bankaya yığılmağını göstəririk. Yarpaqlar yuyulmayıb, yığılıb, toplanıb və dəstələnib dolma formasında bükülə də bilər. Yəni istədiyiniz formada qatlayıb yarpaqları sıx formada duz da əlavə etmədən bankaya yığırıq və banka dolduqdan sonra üzərinə bir balaca kağız qoyub yandırırıq. Yəni orada hava qalmır və qapağı bağlayırıq. Bu arada barmaqlarımın qara olmasının səbəbini deyim ki, cəviz soymuşam. Əlcək geyinsəm də belə yenə də qara qalıbdır. Digər üsul isə pörtlədilmiş yarpaqlardan hazırladığımız bankadır. Bunun üçün yarpaqları əvvəldən pörtlətmişdik, üzərinə boşqab çevirmişdik və bir 10-15 dəqiqə keçdikdən sonra yarpaqları dəst-dəst götürürük. Hardasa bir 750 qramlıq banka üçün bir dolu yemək qaşığı duz götürürük. Biz Naxçıvan duzundan istifadə edirik, digər qaya duzlarından da istifadə etmək olar. Bir büküm yarpağın içərisinə bir az duz səpirik və həmin yarpaqları bükürük, bankaya yerləşdiririk. Bir neçə cərgə yarpaqları bankaya yerləşdirdikdən sonra arada yenə də bankaya duz səpirik. Bu üsulla bankanı doldururuq və çox sıx yığmaq lazımdır. Bu cür hazırlanan yarpaqlardan çox gözəl, dadlı dolma hazırlamaq olur. Gördüyünüz kimi yarpaqlar sapsarıdır və banka dolan zaman elə suyu da demək olar ki, üzərinə çatır və bankanın ağzını bağlayırıq. Bankalar sərin, qaranlıq yerdə saxlanmalıdır. Uzun müddət bu şəkildə hazırlanan bankalar çox gözəl qalır. Quru halda hazırladığımız yarpaqları isə qışda istifadə edən zaman bankanı açırıq, yarpaqları yenə dəst-dəst qazana yerləşdiririk, üzərinə qaynar su əlavə edirik. Bir neçə dəqiqədən sonra yarpaqlar yenə yuyulur, sonra dolmaları hazırlamaq olar. Bəs siz yarpaqları qış üçün hansı üsulla hazırlayırsınız? Çox maraqlıdır.